Salam, hər vaxtınız xeyir olsun. Mən Fez Akademi Liseyi üzrə Riyaziyyat və Məntiq müəllimi Aysel Əhmədova. Bugün sizlərlə məntiq sınaq suallarının izahlarına baxacağıq. İlk sualımız Xalid Ayseldən yaşca 4 dəfə böyükdür və əgər Xalid 3 il sonra, Aysel isə 3 il əvvəl doğulsaydı, Xalid Ayseldən 3 dəfə böyük olardı. Ayselin neçə yaşı var? Biz sualı həll edərkən yaş məsələlərində tənlik qurmaqdan istifadə edirik. Təbii ki də ilk növbədə verilənləri yazsaq ki, Xalid deyir Ayseldən 4 dəfə böyükdürsə 4 vuraq Aysel yaşına. Əgər Xalid 3 il sonra demək Xalidin yaşı kiçilir. Yəni x çıxaq 3. 3 il əvvəl Aysel doğulsaydı Ayselin yaşı böyüyür. Deyir ki, indi Xalid Ayseldən 3 dəfə böyük olardı. Böyük olan Xaliddir, onda kiçik 3-ə vururuq biz. Və Xalidin yaşında 4A yazırıq yerinə. Yazırıq ki, 4A çıxaq 3 bərabərdir 3A üstə 9. A'ları bir tərəfə keçirsək, 3-ləri 9-la bir tərəfə, 4A çıxılsın 3A bərabərdir 3 plus 9. A bərabərdir 12-yə. Bizdən də Ayselin yaşını soruşduğuna görə cavab olacaq 12. Keçirik növbəti sualımıza. Deməli, deyir ki, bir ilan gündüzləri 12 metr yuxarı doğru çıxıb, gecələr 4 metr aşağı doğru sürüşür. 36 metr dərinliyindən hərəkətə başlayan ilan neçə gün sonra qoyudan çıxar? Bu sualı həll etmək üçün bizim düsturumuz var ki, P zamandır bu. Burada zamanı bildirir. H çıxılsın enmə, qalxma çıxılsın enmə. Hündürlük 36-dır. Enmə 4-dür. Yuxarı doğru 12 çıxaq 4. 32 bölünsün 8, o da bərabərdir 4. Digər sualımıza keçirik. Digər sualımız isə deyir ki, oğlanlar pilləkənləri, verilmiş indi suala baxırıq. Deyir ki, oğlanlar pilləkənlərin də açılacaq. 3-3 çıxıb 2-2 düşdü. O cəmi 20 addım atmışsa, pilləkənin bir neçə pilləsi var. Biz bilirik ki, 3-3 çıxıb 2-2 düşürsə, biz burada necə yazırıq? Bax, ümumi pilləkənləri x qəbul edirik. Çıxma olacaq onda, bax, çıxma. X bölünsün 3. Düşmə neçə olacaq onda? Düşmə. X bölünsün 2. Cəmi 20 addım atıb. Yəni, bunları toplayanda 20 edir. Yəni, toplasaq 6-da 5x bərabərdir 20. X-i buradan tapırıq ki, 24-üymüş. Yəni, neçə pilləsi var? 24 pilləsi var. Bizə də x lazım idi. Sonra deyir ki, kitab rəflərə 4-4 düzülərsə 4 kitaba yer qalmaz. Və 5-5 düzülsə rəflərdən biri boş qalar. Neçə rəf var? 4-4 düzülürsə, yəni biz rəfin sayını bilmirsə x, 4 vuraq x, üstə gələk, yer qalmırsa kitab boşda qalırdı. Kitabın sayının üzərinə gəlir. 4x plus 4 kitabın sayıdır. X isə rəfin sayıdır. 5-5 düzülsə, rəflərdən biri 5x, rəflərdən biri boş qalırsa x çıxaq. Rəfdən birini çıxıram, yerdə qalanı 5-ə vururam. Burada tənliyi həll etsək, 5x çıxaq 5. X-ları bir tərəfə yığsaq, 9 bərabərdir x-a. Neçə rəf var? X ilə 9 bizə bildirən rəfdir. Deməli, bizim 9 rəfimiz var imiş. Sonra keçirik digər 26-cı suala. 26-cı sualda isə bizə bildirilir ki, düz xətt üzərində eyni məsafədə nöqtələr götürülmüşdür. 2 nöqtə deyir arasındakı məsafə 5 cm olarsa, 8 nöqtə arasındakı məsafəni tapın. Biz bilirik ki, bax, nümunə göstərəcəm. 2 nöqtə qursam, neçə məsafəsi var? Bir dənə məsafəsi var. Yəni, 2 nöqtənin bir məsafəsi varsa, indi burada bizə 8 nöqtədir. Onda bunun məsafəsi 7 olacaq. Bir vahid az. Hərasının arasında da 5 santimetr aralıq varsa, 7-ni də vurarıq 5-ə, 35 cavabı olar. Keçərik növbəti suala. Növbəti sual ardıcıllıqlara aiddir. 24, 26, 30, 36, 44, 54 sualları verilib, növbəti həddi soruşur. 24-dən 26-ya 2 vahid artıb, 4 vahid artıb, 6, 8, 10. Görürüm 2, 4, 6, 8, 10 cüt ədədlər forması 2, 2 artır. Deməli, növbəti ədəd 12 vahid artacaq və 66 olacaq. 6 pozan 5 karandaşın qiyməti 8 pozan və 15 karandaşın qiymətindən 2 dəfə azdır. Yazıram 6 pozan üstə gələk 5 karandaşın qiyməti 8 pozan və 15 karandaşın qiyməti 2 dəfə azdır. Azdırsa mən bu azı vururam 2-yə.
Bunu həll etsəm 12 pozanın üstə 10 karandaş bərabərdir 8 pozan plus 15 karandaş. Karandaşları bir tərəfə yığsam, pozanları bir tərəfə yığsam 4 pozan bərabərdir 5 karandaşa. Və deyir ki 15 karandaşın puluna neçə? Karandaş burada 5'dir. Mən bunun hər tərəfini 3'ə vuraram ki 15 karandaş olsun. Görürəm ki 15 karandaşım 12 pozana bərabərdir. Yəni 12 dənə pozan almaq olar. Sonra keçirik növbəti suala. Növbəti sualımız şifrələr mövzusuna aid olan bir sualdır. Görürük ki 2, 6, 3, 5, 2, 6, 3, 2 bizə ədədlər verir və 7634 ədədinin şifrəsini soruşur. Biz baxırıq ki, ilk növbədə 2'lər əvvəldə, bax, biri əvvəldə, biri sonda 2 gəlib. Hansı hərf də əvvəldə və sonda gələn? D. Deməli, bu D-lar eynidirsə, D hərfi 2'dir. Bizim hərfimizin içində 2 yoxdur. Deməli, harada D var, çıxırıq. Yerdə qaldı A variantı. Sonra biz keçirik növbəti suala. Növbəti və sonuncu sualımız isə bizim gəlir mənzili və mərtəbə blok məsələlərinə. Mərtəbə məsələsini tapmaq üçün mərtəbənin sayını mənzilin sayına vururuq. Birinci bloku tapırıq ki, blokdan sonra mərtəbəni tapaq. Tapdığımız bu 172 nömrəli bizə sorur. Tapdığımızı buna bölürük. 172'ni 40'a bölürük. Cavab düşür 4, qalıqda isə düşəcək 12. Biz deyirik ki, burada bloku tapmaq üçün 4, qalıq istəyiriksə min olsun, üstünə 1 gəlirik. Bu 5-ci blok oldu. Bizə mərtəbəni soruşur deyə biz qalığımızı mütləq işlətməliyik. Mərtəbəni tapmaq üçün qalığı bölürük mənzilin sayına. O dalında 3. Doğru cavabımız mərtəbə 3 olacaq. Tam cavab alınırsa olduğu kimi götür, qalıq olsa yenə üzərinə gələrdik. Bizim məntiq sualların izahı bu qədər idi. İnşallah ki, suallar sizlər üçün aydındır. Nə problem və ya da ki, nə başa düşmədiyiniz varsa, rəy bölmələrində yazmağı unutmayın.